2025-ci ilin yayının dünyada rekord istiliklər, ekstremal hava hadisələri və artan iqlim riskləri ilə yadda qalacağı gözlənilir. News 24 xarici Kivesistandan xəbər verir ki, əsas iqlim göstəriciləri və proqnozlara əsasən bu yay həm qlobal, həm də regional səviyyədə ciddi istilik dalğaları və quraqlıq təhlükələri ilə müşahidə olunacaq. 2024-cü il qlobal temperatur rekordunu qırıb və 2025-ci ilində bu tendensiyanı davam etdirəcəyi proqnozlaşdırılır. Onu da qeyd edək ki, yaz aylarında Mərkəzi və Şimali Avropada quraqlıq və istilik dalğaları gözlənilir. İyul və avqust aylarında yağışların azalması proqnozlaşdırılır. Qərbi və mərkəzi bölgələrdə quraqlıq və istilik dalğaları, şərqdə isə daha dəyişkən hava şəraiti gözlənilir. İyul ayında bəzi bölgələrdə normadan aşağı temperatur müşahidə oluna bilər. Eyni zamanda Hindistan və Pakistan kimi ölkələrdə erkən və intensiv istilik dalğaları müşahidə olunur. Bu, urbanizasiya və iqlim dəyişikliyi ilə əlaqələndirilir.